Salam, hər vaxtınız xeyir olsun YouTube kanalı izləyiciləri. Bu gün çəkdiyimiz həyətimiz Kırdalan şəhərində mərkəzdə 2 və 9 nömrəli məktəbin Humanitar Kollecinin əhatəsində yerləşən, yanında yerləşən 3 otaqlı, 3 otağa düzəldilmiş bir həyət evini təqdim edirəm. Həyət evimiz yeni təmirdən çıxıb, gördüyünüz kimi təmirdə zövqlə təmir olunmuş bir həyət evidir. Ümumi sahəsi 51 kvadratdır, sənəd bələdiyyə qiymətləndirmədir. Yerləşmə yeri superdir, Misir Parkına çox yaxın bir məsafə, 109 nömrəli marşrut. Humanitar Kollec 2 və 9 nömrəli məktəblərin əhatəsində yerləşir və iri supermarketlərin və restoranların əhatəsindədir. Gördüyünüz kimi çəkilişə qonaq otağına başlamışıq. Qonaq otağına gördüyünüz əşyalardan dəyərli izləyicilər, divan kreslolar, bu şkaf və konservə qalacaq. Bunlar balaca kreslo, stol stullar, televizor atdıq və televizor götürüləcək. Həyət evimizin burada keçdik. Mətbəxində belə bir mətbəxdir, əşyalar qalacaq. Gördüyünüz kimi. Pəncərələr dəmir və bağlarla bağlıdır. Ümumi sahəsi 51 kvadratdır. İsti sistemi kombi xətti seçilib. Dəyərli izləyicilər. Uzunluğu qonaq otağının 6 metr yarımdır. Alışatqıdan sonra sayğacda Asan Xidmət, Asan Kommunal şöbəsində yeni sahibinin adına keçəcək. Burada oldu yatak otaqsı. Gördüyünüz kimi belə normal üçün yatak otaqsı var. Pəncərəsi var. Və buradan keçid edirik dəyərli izləyicilərimiz uşaq otağına. Belə bir uşaq otaqsı var gördüyünüz kimi. Balaca bir kravat yerləşir, şkaf yerləşir, əlavə yerdə qalır. İndi isə sizlə tanış edəcəm həyət evimizin sanuceli və təhlizi və həyəti ilə. Balaca bir həyəti də var, üstü örtülü. Bura oldu. Gördüyünüz kimi koridoru. Bu jalüzdə qalacaq. Bura oldu. Gördüyünüz kimi sanuceli şurkulkanın yeridir. Gördüyünüz kimi dəyərli izləyicilərimiz. İndi isə sizlərə həyət evimizin belə bir yeri var. Gördüyünüz kimi belə bir həyətidir. Dəyərli izləyicilərimiz bağlıdır. Kombi apartının yeridir. Ümumi sahə 51 kvadratdır. Qazı su işığı hamısı daimidir. Qiymətini şərh bölməsinə yazacağım. Real alıcıya evə başdan sonra endirmə olacaq. Bu günlük bu qədər. Sağ olun dəyərli izləyicilər.